Niyam Salami şou sakinlərini önünə aldı. Brilliant Dadaşovanın əlindən tutub musiqi camiasına meydan oxudu. Bizim musiqimizin paytaxtı Brilliant xanımdan başlayır. Elitamız oradan başlayır. Təriflər havada süzüldü. Yaman şeydi ya. Bütün məclisə şərəf verdiniz, bilin. Atmacalarla dolu açıqlamalar sahiblərinə ünvanlandı. Çok istemem yok da öyle olsun. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Niyamın səhnə performansı xalq artisti səhnəmizin brilliantını ayağa qaldırdı. Bir şeyler söyledim, beklediğim sözler bunlar değil. Çok istemem yok da öyle olsun. Neçə verirlər çıxasın. Biz səni çox istəyirik. Səni çox istəyirik dünyalar qədər. Allah səni var Allah sizi var eləsin. eləsin. Səs və qüvvət. Var olasın. Qəşəng mahnılar, uğurlar arzu Var edirəm olasın. sənə. Bizim musiqimizin paytaxtı Brilliant xanımdan başlayır. Elitamız oradan başlayır. Dadaşova nəslindən başlayır. Allah onları var eləsin. Mən çox şərəf duyuram ki, Masallıda böyüyəsən, kasıb ailəsində, salamın oğlu olasan, gələsən, Brilliant xanımın əlindən tutasan, bu Allah sevgisidir, Allahın lütfudur. Çünki mənim onlara olan enerjimi yəqin ki, Brilliant xanım bilir ki, mən nə qədər onu çox istəyirəm. Mənə şərəf verdiniz. Bütün məclisə şərəf verdiniz, bilin. Adam özü üçün gərək mahnı oxuya. Mən bugün özəlliklə Brilliant xanım üçün mahnı oxumuşam, onu oxuyacağam, görəcəksiniz. Bəli, Mənə həsr edir. bəli, bəli. Özü görəcək ki, mən o mahnını məhz Brilliant xanım üçün oxuyacağam. Məsuliyyət yaxşı şeydir. İnsan hər işində məsuliyyət olmalıdır. Mən fəhlə də işləsəm məsuliyyətliyəm. Vaxtında getməliyəm, təmiz iş görməliyəm. Mən xoşlayıram onu. Yaman şeydi ya. Çok istemem yok da öyle olsun. Yaşayaş değil, Show biznes nümayəndələrindən üz çevirən Salami dərsini həyatdan aldı. Sən məni hardasa qram da olsa çözə bilmirsən. Çünki dədə-baba sevənəm. Azərbaycan sevənəm. Millimizi, özümüzü sevənəm. Qutabımı sevənəm. Səni sevənəm. Onu sevirəm. Hamısını istəyirəm. Azərbaycan üçün sino gedirəm. Yəni anlamın adı insanın. Qoruyucu, ötürücü. Mən də onu çalışıram. Qoruyum, gələcək nəslə nəyisə ötürüm. Pandemiyadan sonra mənim ağlım başıma gəldi. Əgər pandemiyadakı mən o çətinliyi gördüm, o evdə çətinliyi gördüm, o əzabı gördüm, insanların işsizliyini, bilməm nəyini, Allahdan dua elədim ki, ey Allah, mənə iş qismət elə, mən bu cəmaatı yanıma başıma yığım və insanlara göstərim ki, işləmək necə olar. Onu siz görmürsünüz. Mən sizə təşəkkür edirəm. Bu günü o sevənləri ilə, sevdikləri ilə qeyd etdi. eşki yollarında dalaram, gözlerin cadasına varam. Ne desen de verem, neylesen de verem, sen seven birisi olaram. Niyamın çox böyük ürəyi var, amma həm də elə bil ki, körpə bir uşaqdır. Niyam elə bir balaca bir şıltaq bir uşaqdır. Yəni hərdən mənim dostumdur, Nazı ilə oynayıram Niyamın, hərdən kompromisə gedirik. Yəni elə bir rəftarımız var ki aramızda, yəni çox vacib bir şeydir ki, bir adam biraz od olanda biri su olmalıdır. Ona görə bizim dostluğumuz illərdir sürür.